Deyir, uşaq xəstələnib müalicəsinə nə qədər pul xərcləmişik. Bir yer var idi, verməliydin, vermədin. Dedim, qabaq düşərəm. Orada verəcəkdin, həm qəlbin şad olacaqdı, həm ruzusu əvəzində artıqlaması ilə gələcəkdi, hər şey qaydasında olacaqdı. Vermədin, buradan çıxır. Ondan çox xərcləyirsən, stres içində, ona deyirsən doyla, buna deyirsən uşağın dərmanına xərcləyirsən. Bunu mən demirəm. Demirəm, bütün uşağı xəstələnənlər verməyib. Yox, bəziləri var, Allah sınağa çəkir, övliyalara da bunu verir. Amma çoxsu belə deyil. Çox başımıza gələn bəlalar Allahdan qabaq düşmək istəyindən yaranır. Peyğəmbər deyir, azan veriləndə biz onu tanımırdıq, o da bizi tanımırdı. Namaz çox mühümdür. Deyir ki, namazı ki gec qıldın, namaz bəddua edir. Deyir, zəyyətəni, zəyyəkəllah. Məni zay elədin, Allah səni zay eləsin. Namaz dilə gəlir. Vaxtında gözəl qıldın, deyir, kərrəmtəni, kərrəməkəllah. Məni əziz tutdun, Allah səni əziz eləsin. Bizim rəqabətlərimiz, bizim yersiz davalarımız, hamısı Allaha inanmamağımızdır. Mən bilirəm, bu işi başqası məndən yaxşı görər. O işi ona tapşırmamışamsa, deməli Allaha inanmamışam. Musa Peyğəmbərə deyir, get Fironun yanına. Ulul əzm Peyğəmbərdir. Deyir ki, mən düzdür ulul əzm Peyğəmbərəm. Amma Harunu mənə şərik elə işimə. O va əfsəhu minni. O məndən daha yaxşı danışır. Görürsənsə, bu səndən daha yaxşı danışır. Özünü niyə soxsan ki, qabağa? Bunlar hamısı ondandır ki, sən inanmamısan, iman gətirməmsən.